düzgün qidadan başlayır. Vegetarian veya bitki əsaslı qidalanma idman performansına necə təsir edir? Ümumiyyətlə, hər hansı təsiri varmı? Cavabı öyrənmək üçün videoya baxın. Qladiator pəhrizi və vegetarian idmançılarla bağlı ilk araşdırmalar. Bu yaxınlarda onlarla Roma qladiatorunun qalıqları kütləvi məzarlıqda aşkar edildi. Onların kimliyini müəyyən etməyə kömək edən əsas ipuçları tapılan ölümcül zədələrin növləri idi. Məsələn, başdan 3 dişli nizə ilə vurulma. Yalnız skeletlərə baxaraq ölüm zərbələrini bərpa edə, onların nə qədər əzələli olduqlarını göstərə və hətta arpa və paxladan ibarət qidalanmalarını yenidən qurmağa çalışdılar. Karbon izotoplarına baxaraq hansı bitkiləri yediklərini, azot izotoplarına baxaraq heyvani zülal qəbulunu müəyyən etmək mümkündür. Sümüklərdəki kükürt və stronzium miqdarı da araşdırıldı. Və bir çox tədqiqatçılar qədim Romada ən yaxşı idmançıların əsasən bitki əsaslı qidalandığını irəli sürdülər. Sonra Roma ordusunun legionerləri var idi. Fiziki qabiliyyətləri ilə məşhur olan bu əskərlər də oxşar şəkildə qidalanırdılar. Bu da qədim dünyanın ən yaxşı döyüşçüləri əslində vegetarian idi fikrini gücləndirir. Belə olan halda, əgər dövrün mükəmməl döyüş maşınları, yəni idman qəhrəmanları əsasən taxıl və paxla yeyirdilərsə, bu, idman qidalanması və elit idmançıların pəhrizi haqqında bizə nə deyir? Əslində, Yunanların və Romalıların əksəriyyəti demək olar ki, vegetarian idi. Onların pəhrizi əsasən taxıl, meyvə, tərəvəz və paxlalılardan ibarət idi. Məsələn, Platon bitki mənşəli qidaları sağlamlıq və səmərəllik baxımından üstün tuturdu. Qladiatorlar arpa yeyənlər kimi tanınırdı. Amma bu, arpanın onlara güc və dözümlülük verməsi ilə bağlı idi. Yoxsa sadəcə ucuz olduğu üçün mü yeyilirdi? Müasir Spartalılar hesab edilən Tarahumara hindularına baxaq. Onlar bəzən topu ayaqla qova-qova 75 mil, hətta bəzən 150 mil qaçırlar. Onların pəhrizi necədir? Paxla, qarğıdalı və balqabağa əsaslanan, 75-80% nişastadan ibarət qidalanma. Onların xolesterin səviyyəsi isə demək olar ki, infarkta qarşı qoruyucu səviyyədə. 136-dır. Bu, xüsusi genetika ilə bağlı deyil. Onlara kifayət qədər yumurta sarısı versəniz, xolesterinləri dərhal yüksəlir. Müasir Olimpiya idmançıları da oxşar şəkildə qidalanır. Məsələn, Kenyada uzun məsafəli qaçışçılar demək olar ki, 99% vegetarian pəhrizlə, əsasən nişastalı qidalarla qidalanırlar. Amma sual qalır. Bu, üstün fiziki qabiliyyət pəhrizə görədir, yoxsa pəhrizə baxmayaraqdır? Bunu yalnız sınaqdan keçirməklə bilmək olar. Bitki əsaslı pəhrizlərin sağlamlıq üçün faydaları yaxşı sənədləşdirilsə də, onların idman performansına təsiri daha az öyrənilib. Buna görə elit vegetarian və hərtərəfli qidalanan dözümlülük idmançıları aerob dözümlülük və güc baxımından müqayisə edildi. Qaçış trenajorunda oksigen istifadəsi və ayaq əzələlərinin gücü ölçüldü. Nəticədə vegetarianlar ürək-ağciyər dözümlülüyündə üstün çıxdılar. Güc baxımından isə fərq yox idi. Bu, ən azı onu göstərir ki, vegetarian pəhriz idman performansını zəiflətmir. Amma bu, müşahidə tipli araşdırma idi. Ola bilər ki, vegetarian idmançılar sadəcə daha çox məşq edirdilər. Məsələn, minlərlə qaçışçını əhatə edən National Runners Health Study göstərdi ki, vegetarian qaçışçılar həftəlik daha çox məsafə qət edirdilər. Amma ola bilər ki, məsələ əksinədir. Daha fit olduqları üçün daha çox qaçırdılar. Digər araşdırmalar isə vegetarian və qeyri-vegetarian idmançılar arasında heç bir fərq tapmayıb. Hətta bəzilərində vegetarianların performansı daha zəif olub. Bu səbəbdən müdaxilə tipli tədqiqatlara ehtiyac var. Yəni, fərqli pəhrizlər verilir və sonra fiziki performans müqayisə olunur. 1896-cı ildə James Parsley adlı bir şəxs vegetarian velosiped klubunu qələbəyə aparmışdı. 1904-cü ildə isə bitki əsaslı qidalananların çəkiləri 80% daha çox qaldırdığı iddia edilirdi. Ən məşhur tədqiqatlardan biri isə Yale'də aparılmışdı. Ət yeyən idmançılar, vegetarian idmançılar və hərəkətsiz vegetarianlar müqayisə edildi. Tədqiqatın nəticələri vegetarianların dözümlülük baxımından xeyli üstün olduğunu göstərdi. Məsələn, qolları yana açıq vəziyyətdə nə qədər saxlamaq olar? Ət yeyənlər orta hesabla 10 dəqiqə, vegetarianlar isə təxminən 5 dəfə daha çox dözürdülər.
Diz çökmə hərəkətlərində də vegetarianlar, hətta hərəkətsiz olanlar belə idmançı ət yeyənlər üstələyirdi. Ət yeyənlər arasında bəziləri huşunu itirir, günlərlə hərəkətsiz qalırdı. Nəticə olaraq Yale tədqiqatçısı belə qənaətə gəldi ki, ət yeyənlər dözümlülük baxımından vegetarianlardan xeyli geri qalır. Bəziləri bunu yorğunluq zəhərləri ilə izah etməyə çalışdı. Digərləri isə vegetarianların sadəcə öz fikirlərini sübut etmək üçün daha çox səy göstərdiyini iddia etdi. Amma tədqiqatçılar ət yeyənləri maksimum səviyyədə motivasiya etməyə çalışmışdılar. Nəticələr hətta The New York Times-da dərc olundu. Professor Fisherin fikrincə, bu nəticələrin uzun müddət qəbul edilməməsinin səbəbi vegetarianların bəzən elmi əsas olmadan iddialar irəli sürməsidir. Amma elmin düzgün yanaşması budur. Ət yeməyi də hər hansı digər mövzu kimi obyektiv şəkildə araşdırmaq lazımdır. Elmi baxımdan yanaşdıqda, bitki əsaslı qidalanmanın idman performansına zərər verdiyinə dair ciddi sübut yoxdur.